Salam dostlar, xoş gördük sizləri. Belə bir sayt var. Bu saytda, yəni əsas belə deyim də, məqam bura adam gətirməkdir. Ən vacibi ki, aktiv insan gətirirsə sizin qazancınız gəlir. Yəni burada belə deyim, yatırım $2. $2 yatırım edirsiniz vəssalam. $2 yatırım etdikdən sonra gördüyünüz kimi, baxın gəlirsiniz burada idarəetmə paneli var. Ora gəlirsiniz. Burada link kopyalayırsınız və dostlarınızla, tanışlarınızla atırsınız, keçirlər qeydiyyatdan və bura $2 yatırım edirlər. Mən deməli belə deyim, mən link paylaşacağam, bir də WhatsApp nömrəmi paylaşacağam. Kim istəsə yazsın mənə. Buranın rəhbərləri var. Lap onlara mən danışaram. Siz məsələn karta pul atarsınız, onlar sizin balansına pul atarlar da və yaxud da ki özünüzə Binance vasitəsilə və yaxud Bybitlə bura yatırım edə bilərsiniz. Depozitlər yerinə gəlirsiniz. Deməli, bura gəldikdən sonra ünvan göstər sözünə vurursunuz. Ünvan göstərildi və minimum yəni $2 yatırım etmək. Bir də kopyalayıb $2 yatırım edirsiniz. Sonra necə edirsiniz? Yatırım etdikdən sonra gəlirsiniz bu 3 xəttə, gəlirsiniz idarəetmə panelinə, aşağı düşürsünüz, gəlirsiniz avtomatik sözünə, yeni avtomatik sözünə gəlirsiniz. Sonra daxil ol sözünə gəlirsiniz və sən daxil olursunuz bura. Bura daxil olduqdan sonra sizin, yəni belə deyim, burada adınız göstərilir, məsələn, kim neçənci yerdə hamısı göstərilir, məsələn, bu var, bu var. Amma burada yəni deyirəm, bir dəfə cəmi $2 atırsınız, bəs edir. $2 sonra adam yığırsaz, qazancınız gəlir. Çox sadə bir saytdır. Mən indi bir neçə vaxt qoşulmuşam, sadəcə qruplarında izləyirəm, görürəm hər kəs yəni məmnundur, yəni hər kəsə razıdır, xoş sözlər yazırlar, belə deyim. Deməli, sonra buradan burada məsələn məlumatlar ala bilərsiniz. Deməli, bu dillərdə məlumatlar ala bilirsiniz. Ondan sonra dostlarınızı dəvət eləmək. Baxın, belə vurursunuz üzərindən. Deməli, burada dostlarınızı tapa bilirsiniz. Amma plus ən gözəl dost dəvəti idarəetmə panelinə daxil olursunuz. Linkinizi kopyalayırsınız və salam dostlarınızı dəvət edirsiniz. Buradan da 3 xəttə vurub dili dəyişə də bilirsiniz. Azərbaycan dilində edə bilərsiniz. Gördüyünüz kimi yazır ki, əsas burada baxın deyir ki, 2 tövsiyəniz olması tövsiyə olunur. Yəni 2 ən aktiv insan lazımdır. Ətrafınızda hər arada insanlar var. Qohum, əqrəbə, yəni fərq yoxdur. Məsələn, bir qardaşınızı qoşdunuz, dostunuzu qoşdunuz. Əsas odur ki, onlar da aktiv olsun. Onlar 2 nəfər aktiv insan qoşsun. Onda 2 nəfər belə zincirvari qazancınız olacaq. Yəni deyirəm, mən çox xoşuma gəldi. Mən WhatsApp nömrəmi paylaşacağam. Kimsəsə WhatsAppda mənə yaza bilər. Bir dənə sadəcə bu proqram görürsünüz, adını yazsın mənə bəs edir. Victoria yazın mənə bəs edir. Biləcəm ki, hansı saytı deyirsiniz. Depozit yerini dedim sizə, depozitə gəldiniz və salam orada depozit edirsiniz. Bu əməliyyatlara baxım görün məndə nəsə varmı? Məsələn, baxın $2 bu şəxs məni dəvət edib, gördüyünüz kimi. Deməli, bu şəxsin dəvəti ilə bu da ki, onların rəhbərliyi və ədalətdir. O, mənim məsələn balansımı artırıb. Deməli, başqa kiminə sözü olsa, yəni yazsın, kömək eləməyə hazıram. Kim də ki, pul ata bilmirsə, yaxın mənə yazsın, gördüyünüz kimi, bax, məndə də bu insan atmışdı, yəni Ədalət bəy atıb mənim balansıma pulu. Mən onun kartına pul atdım, o da mənim balansımı atdı. Yəni 4 manat atdım ona, o mənim balansıma yüklədi pulu. Belə də edə bilər. Yəni kimdə kripto valyutasında, Binance-da, Bybit-də pulu yoxdursa, belə də ata bilərik, problem deyil. Bu qədər dostlar, yəni yenə deyirəm, burada minimum cəmi 4 manatda, yəni $2 belə deyək, yatırım edirsiniz. $2 yatırım etdiyiniz, $2 3 neçə eləyir, 3 manat neçə qəpik eləyir, sadəcə faizdən bir yeri 4 manat deyirəm. 4 manat yatırım edirsiniz və ətrafınızda dostlarınızı gətirirsiniz, qazanırsınız. İdarəetmə panelinə daxil olursunuz, burada linkinizi kopyalayırsınız. Sonra əgər depozit etmişsə, balansınızda pul varsa, gəlirsiniz avtomatik sözünə, sonra daxil ol sözünə vurursunuz və burada sizin adınız göstərəcək. Bu qədər dostlar, kiminlə söz olsun, mənə kömək eləmək lazımdır.